Salam, hər vaxtınız xeyir olsun müəllimlər və şagirdlər. Deməli, sifətin digər hissəsi olan sifətin isim kimi işlənə bilməsi, sifətlərin yazılışı hissəsinin izahını nəzərinizə çatdıracağam. Birinci testdə deyir ki, isimin xüsusiyyətini daşıyan sifət hansı cümlədə işlənmişdir? Böyüklərə hörmət hamının borcudur. Hamının borcudur nə? Böyüklərə hörmət. Böyüklərə. İndi baxdıq. Böyüməkdən böyük sifət. Sifət isimin cəm və yönlü hal şəkilçisini qəbul edərək cümlədə isimləşdi. Yəni isimləşmək odur ki, morfoloji cəhətdən sifət olaraq qalır o öz yerində. Amma ismin xüsusiyyətini götürür. Cəm, hal, mənsubiyyət şəkilçisini, sualını qəbul edir və isimləşir. A variantı 2-də. Deyir ki, hansı cümlədə sifət ismin xüsusiyyətini daşıyır? Sifət ismin xüsusiyyətini daşıyır. Bayaqki test kimi bir test. İsti külək adamın üzünü yandırırdı. Hansı külək? Burada öz vəzifəsindədir, yəni təyindir. Yaxşı adam yaxşı işlər görər. Necə adam yaxşı ismin yanında gəlib onun əlamətini bildirir. İgid əsgərlər müharibəni, mühasirəni yardılar. Necə əsgərlər ismin əlamətini bildirir. Sifətdir. Gənc oğlan köməyə gəldi. Hansı oğlan? Gənc oğlan öz vəzifəsindədir. İgid ölər, adı qalar. Kim ölər, adı qalar? Ölər. Kim? İgid. Sifətdir. Yanındakı ismi itirib, ismin xüsusiyyətlərini, yəni sualını qəbul etmiş və ismin xüsusiyyətini daşımışdır. Y variantı. İsmin xüsusiyyətlərini daşıyan sifət hansı cümlədədir? İsmin xüsusiyyətlərini daşıyan sifət. Baxaq. Pis əməldən uzaq ol. Necə əməldən? Burada öz vəzifəsindədir. Gözəl günlərimiz hələ öndədir. Necə günlərimiz öz vəzifəsindədir. Su kiçiyindir, yol böyüyündür. Su kiçiyindir. Su kiçiyindir, yol böyüyündür. Oldu nə? Necədir? Su kiçiyindir. Kimindir? Yol böyüyündür. Kimindir? Burada isimin hal şəkilsi, şəxs xəbərli şəkilsi, həmçinin C variantı. Oldu. Sifət hansı cümlədə ismin xüsusiyyətini daşıyır? İsmin xüsusiyyətini daşıyır. Bu gözəl qız qonşunun sərkərdəsi imiş. Bu gözəl qız qoşunun sərkərdəsi imiş. Qonşunun neymiş? Gözəl qız hansı qız? Təyindir, yəni sifətdir, öz funksiyasındadır. Məmməd bəy dəmir dəbilqəni başından götürdü. Məmməd bəy hansı dəbilqəni? Sifətdir, yəni sifətləşmə, morfoloji cəhətdən isimdir öz yerində, amma sifətləşmə, yəni birinci nöqtə ilə söz birləşməsinin tərkibidir. Gözəl görünər, çirkin bürünər. Gözəl görünər, çirkin bürünər. Gözəl görünər, kim görünər, çirkin bürünər, kim bürünər. Sonra oldu nə? C variantı. O əvvəlki əməllərinə görə xəcalət çəkirdi. Hansı əməllərinə görə? Qənirə bugünkü libasda daha gözəl görünürdü ki, bugünkü hansı? Cümlələrin birində sifət ismin xüsusiyyətini daşıyır. O, lap qoca kişilər kimi danışır, lap qoca sifətdir. Novruz bayramında bütün küsüllər barışır. Kim? Küsməkdən küsülü. Küsməkdən küsülü. Necə? Küsüllər. Oldu nə? B variantı. Cümlələrin birində sifət ismin xüsusiyyətini daşıyır. İsmin xüsusiyyətini daşıyır. Həyat insanları tərbiyə edib doğru yola yönəldir. Necə yola? Öz funksiyasındadır. Söylədiklərin doğru olmalıdır. Bizdən ismin xüsusiyyətində nə etməlidir? Doğru olmalıdır. Sonra ən böyük ərdəm düzlükdür. Ən böyük, bu da sifət öz funksiyasındadır. Düzlük yaxşılığa aparır. Düzlük yaxşılığa aparır. Sifətim yaxşılığa aparır. Allah dürüstlərin daimi yardımcısıdır. Dürüst necə? Dürüstlərin
yardımcısıdır. Bu da öz ismin xüsusiyyətini götürüb ismi birləşmənin tərkibindədir. Oldu Y variantı. Hansı cümlədə ismin xüsusiyyətini daşıyan sifət işlənmişdir? İsmin xüsusiyyətini daşıyan sifət. O əsəbi halda cavab verdi. Necə? Sifət öz funksiyasındadır. Xəstə baş həkimin sözünü diqqətlə dinlədi. Xəstə sifətdir. İsmin xüsusiyyətini götürüb. Kim? B variantı. Cümlənin birində özgə sözü ismin xüsusiyyətlərini daşıyır. Özgə sözü anonim xüsusiyyət daşıyır. Həm qoşmadır, həm də sifətdir. Yerinə görə isim də ola bilir. İsmin xüsusiyyətini daşıyıb, yəni isimləşib. Kəndə özgə bir adamın gəlməsindən söhbət gedir. Hansı adamın? Özgə. Zəhmətdən özgə bir vərdişim yoxdur. Burada qoşmadır. Ananın bu xalçadan özgə bir şeyə gümanı yoxdur. Xalçadan özgə, burada da qoşmadır. Özgələri torpağımızdan qov, əskər. Elə olacaq D variantı. Özgə adamın kölgəsinə sığınma, necə adamın burada öz vəzifəsindədir sifət. Cümlənin birində sifət ismin xüsusiyyətini daşıyıb, sifət ismin xüsusiyyətini daşıyıb. Yalan söz üz qızardar. Necə söz öz funksiyasındadır. Bulutlu səma idi. Onun dalğın baxışı. Bulutlu səma öz funksiyasında. Zəhmətkeş babalarımız Novruzda əkin-biçin işlərinə ciddi hazırlaşardılar. Necə babalarımız? Gənc müğənni həvəslə oxuyurdu. Necə müğənni? Bütün həvəskarları bu dərnəyə toplamalıyıq. Həvəskar sifətli ismin cəm şəkilçisini və digər qrammatik şəkilçisini qəbul edərək oldu Y variantı. Hansı cümlədə sifət ismin xüsusiyyətini götürüb? İsmin xüsusiyyətini. Avtobus irəlilədikcə uca, yaraşıqlı binalar arxada qalır. Bunlar öz funksiyasındadır. Dünya görmüş qoca və mahir bir ovçu uşaqlara şirin nağıllar danışırdı. Qoca, mahir, şirin. Bunlar öz funksiyasındadır. Sonra bağçanın ağ çiçəkləri öz funksiyasındadır. Gecədən düşmüş şey ağappaq pambıq kolların üzərində gümüşü rəngə çalırdı. Burada gümüşü, ağappaq öz funksiyasındadır. Ağı qaradan seçməyin vaxtı çatıb. Nəyi nədən seçməyin vaxtıdır? Ağdır, ismin şəkilçilərini götürüb, yəni isimləşib Y var. 11-ə baxaq. 11-də deyir ki, hansı cümlədə ismin xüsusiyyətlərini daşıyan sifət tamamlıq vəzifəsindədir? Tamamlığı. Bağdakı səliqə səhman göz oxşayırdı. Göz oxşayırdı. Nə? Səliqə səhman. Hansı? Bağdakı. Buradakı sifət təyin vəzifəsindədir. Sonra könüllülər sabah yola düşəcəklər. Yola düşəcəklər. Kim? Könüllülər. Könüllülər burada sifətdir, mübtada vəzifəsindədir. Sonra onun bəzək hərəkəti zaldakıları təəccübləndirdi. Onun hərəkəti zaldakıları təəccübləndirdi. Nə etdi? Təəccübləndirdi. Nə? Onun hərəkəti kimi zaldakıları. Deməli, zaldakı sifətdir, larlər cəm şəkilçisidir, təsiri alın şəkilçisidir. Nə oldu? C variantı. İsmin xüsusiyyətlərini daşıyan sifət, haqqında fikirlərdən biri səhvdir. Deməli, hallana bilir, bəli. Cəm şəkilçisi qəbul edə bilir, bəli. Cümlədə təyin olmaq, bu artıq yanlış fikirdir. İsmin xüsusiyyətini daşıyan sifət artıq ya cümlədə tamamlıq olacaq, ya da mübtədə olacaq və yaxud cümlədə xəbər ola bilər. Oldu C variantı. Hansı cümlələrdə ismin xüsusiyyətlərini daşıyan sifət işlənmişdir? Hansı cümlələrdə ismin xüsusiyyətini daşıyan sifət işlənib? İsmin xüsusiyyətini daşıyan sifət işlənib. Sonra kiçiyin yol böyüyündür. Kimindir? Kiçiyindir. Kimindir? Böyüyündür. Sifətdir, isimləşib və cümlənin xəbəridir. Mərdi qova-qova namərd etməzlər. Nə etməzlər? Namərd etməzlər. Kimi? Mərdi. Sifətdir, isimləşib, cümlədə tamamlıq olub 2. Mərd oğlun qəhrin çəkər. Mərd ana. Necə ana? Mərd ana. Mərd oğul necə oğul? Burada öz funksiyasındadır. Namərdi özümə mən dost eylədim. Namərdi özümə mən dost eylədim. Nə etdim? Dost eylədim. Kimi? Namərdi. İsmin xüsusiyyətini daşıyıb olub
isimləşib. Oldu nə? 1, 2, 1, 2, 4. 1, 2, 4. Sonra sifət ismin xüsusiyyətlərini daşıyarkən özünü göstərən əlamətlərdən biri yanlışdır. Özünü göstərən əlamətlərdən biri yanlış. Mənsubiyyətə görə dəyişir. Hallanır, cəmlənir, cümlədə tamamlıq, mübtada ola bilir. Necə, nə cür, hansı sifətin öz xalis xüsusiyyətidir. 15. Cərgələrdən birindəki sifətlərin hamısının yazılışı səhvdir. Hamısının yazılışı səhvdir. Kəs, kin, sürüş, kən, it, kin olmalıydı A variantı. Gəldik sonra sifətin morfoloji xüsusiyyətləri və sifətin cümlədə rolu. Birinci testdə nə deyir? Deyir, hansı cümlədə altından xətt çəkilmiş söz sifətdir? Altından xətt çəkilmiş. Uşağa dəri çanta aldılar. Mən nə demişdim? İsim izah verəndə dəridir, yundur, ipəkdir, gümüşdür, qızıldır. Bu tipli sözlər hamısı isimdir. Sadəcə cümlədə sifətləşir, sifətin xüsusiyyətini daşıyır və birinci növ təyini söz birləşməsi olur. Bu o demək deyil ki, bu morfoloji cəhətdən sifətdir. Morfoloji cəhətdən bu isim o duz mədənində işləyir. Bu da isimdir. Polad borulara neft doldurar. Bu da isimdir. Kənddə daş binalar çoxdur. Daş da isimdir. Qumral saçları ona xüsusi yaraşıq verir. Artıq bu onun əlamətini bildirir. Necə saçları? Qumral saçları. Y variantı. Cümlələrdən birində sifətə yalnız hansı sualını vermək olar? Bacarıqlı uşağı hamı sevir. Nə edir? Sevir. Necə uşağı? Mənə deyir ki, bax, cümlələrdən birində sifətə yalnız hansı sualını cavab vermək lazımdır. Burada necə uşağı hamı sevir və yaxud hansı uşağı hamı sevir? Bu həm hansı, həm də necə sualını vermək olur. Sabahki görüşdə sənə də söz veriləcək. Hansı görüşdə? Necə görüşdə deyə bilmək. Ondan da əlavə daki, dəki və kü ancaq hansı sualına cavab verir. B variantı. Hansı fikir səhvdir? Hansı fikir səhvdir? Feildən sifət düzəltmək olar. Bu doğrudur. Sifətin azaltma dərəcəsini əmələ gətirmək üçün açıq sözündən də istifadə olur. Məsələn, açıq qırmızı, açıq sarı. Sifət cümlənin xəbəri kimi işlənə bilər, bəli. Sonra xırdaca sözü azaltma dərəcəsindədir. Xeyr, bu çoxaltma dərəcəsindədir. Ürək açıq adam birləşməsində birinci sözün izahı ilə bağlı buradan söhbət gedir. Səhvi göstər. Səhvdən söhbət gedirsə, deyir ki, keyfiyyət bildirir, bəli, insanın keyfiyyətini bildirir, daxili keyfiyyətini. Mürəkkəbdir, bəli, ürək açıq. Necə, nə cür, hansı suallarına birinə cavab verir. Bu da doğrudur. İki düzəltmə sözün köməyi ilə yaranmışdır. İki düzəltmə sözün ürək, onun ürəyi bir tərəfi mənsubiyyətdir, ikinci tərəf artıq düzəltməkdən söhbət gedir. Bura düzəltmədir. Oldu nə? D variantı. Sonra gözü tox adam birləşməsinin birinci tərəfi ilə bağlı sözün izahına aid səhv fikri göstərin. Səhv fikri necə, nə cür suallarını birinə cavab verir? Bəli, necə adam? Mürəkkəb sifətdir, bəli. Birinci tərəf təsiri hal şəkilçisi işlənir. Birinci tərəfdə təsiri hal şəkilçisi. Xeyr, onun gözü tox. O mənsubiyyətin şəkilçisidir orada. Adətən mənsubiyyə şəkilçiləri işlənir mürəkkəb sifətlərin birinci tərəfində. Bağçadakı güllər birləşməsində birinci tərəfin izahı ilə bağlı səhv fikri göstər. İsimdən düzəlmiş sifətdir. Bəli, bağdan, bağça, bağçadakı. Bağça. Hara? 3 leksik şəkilçi işlənib, səhv olan budur. 2 leksik şəkilçi. Sonra, çoxdankı hadisə birinci tərəflə bağlı səhv izahı soruşur. Saydan düzəlib, xeyr, indi keçdik. Çox, çoxdan, çoxdankı. Çoxdan, nə zaman? Dandan amonim şəkilçidir. Yerinə görə qrammatik şəkilçi olur, çıxışqal şəkilçisi. Yerinə görə də isim yaradır, zərf düzəldən leksik şəkilçi yaradır. Məsələn, çoxdan, nə zaman, zaman məzmunu yaradan sifət, zaman məzmunu yaradan şəkilçidir. Oldu nə? A variantı. Sonra gəldik. Bu, dünənki söhbətin davamıdır. Nümunəsində altından xətt çəkilmiş sözün qrammatik təhlili ilə bağlı səhv fikri göstərin.
Deyir ki, dünəndən dünənki. Bu sxemana uyğundur. Zaman zərfidir. Bu dünənki söhbətin davamıdır. Hansı söhbətin? Dünənki. B variantı səhvdir. Ağır tərpənişli sifətin xüsusiyyətləri ilə bağlı səhv fikri göstər. Deyək, birinci tərəfi sadə sifətdir. Baxaq görə. Ağır, tərpənmək, tərpəniş, tərpənişli. İkinci tərəf düzəltmədir. İkinci tərəfi feildən düzəlmiş sifətdir. Baxaq görə. Tərpənmək, tərpəniş, tərpənişli. Tərpəniş nə? İkinci tərəf feildən düzələn, yox, isimdən düzələn sifətdir. B variantı. Sonra isimdən düzələn... Hansı cümlədə sifət təyin vəzifəsində işlənmişdir? Təyin vəzifəsində işlənmişdir. Xainləri heç kim bağışlamaz. Xain sifətdir kimi? Bu isimləşib. O daha bacarıqlıdır. Necədir? Bacarıqlıdır. Xəbər vəzifəsindədir. Asif savadlı tələbədir. Kim? Asif necə savadlı? Asifin əlamətini bildirir. C variantı. Sifətə aid cəhətlərdən biri saya da aid edilə bilməz. Saya da aid edilə bilməz. İsimdən əmələ gəlməsi, isimdən əvvəl gəlməsi. İsimdən əvvəl gəlməsi. Bu, sifətlə sayın oxşar cəhətidir. İsimlərdən və feillərdən düzəlməsi oldu B variantı. Sonra gəldik. Sonra sifətlərin cümlədəki rolunu müəyyən edin. Xeyirxah əməllər, nəcib işlər heç vaxt unudulmaz. Unudulmaz. Nə? Əməllər, işlər. Necə? Xeyirxah, necə? Nəcib, nə zaman? Heç vaxt. Hər ikisi cümlədə oldu. Nə? Təyin. A variantı. Sonra gözü tox adamdan xoşum gəlir cümləsinin sifətlə bağlı səhv fikri. Xoşum gəlir kimdən? Adamdan. Hansı adamdan? Gözü tox. İki müxtəlif sözün birləşməsindən əmələ gəlmişdir. Bəli, gözü tox, bu doğrudur. Birinci tərəf mənsubiyyət şəkilçili isim, ikinci tərəf isə sadə isimdir. Onun gözü tox, bəli, bu da doğrudur. Mənasına görə keyfiyyət bildirən sifətdir, bəli, insanın keyfiyyətini bildirir. Biri düzəltmə, biri sadə sözün köməyi ilə əmələ gəlmişdir. Biri düzəltmə, biri isə sadə sözün köməkliyi ilə əmələ gəlib. Biri düzəltmə, onun gözü, bu burada mənsubiyyət, toxda sadə. Biri düzəltmə, biri sadə sözün köməyi ilə əmələ gəlib. Səhv olan budur, baxım görüm. Quruluşa görə mürəkkəbdir, bu da doğrudur. Oldu D variantı. Sonra cümlələrin birində sadə sifət xəbər vəzifəsindədir. Sadə sifət xəbər vəzifəsindədir. Bu kitab çox maraqlıdır. Maraqdan maraqlı. Bu düzəltmədir. Necədir? Maraqlıdır. Havalar soyumaqdan soyuqdur. Necədir? Düzəltmədir. Bu yollar kələ-kötürdür. Necədir? Kələ-kötürdür. Mürəkkəb. Oldu C variantı. Cümlələrin birində düzəltmə sifət xəbər vəzifəsindədir. Düzəltmə sifətdən sadə. Məndən sadə sifət soruşur. Saçdım. Bunu belə qaytarıq. O xeyirxahdır. Necədir? Xeyirxahdır. Kim? O. Bu düzəltmədir. Mən sənin qələbə çalmağına şadam. Necəyəm? Şadam. Sadə sifətdir. Xəbər vəzifəsindədir. Cümlələrin birində düzəltmə sifət xəbər vəzifəsindədir. Xəbər vəzifəsində düzəltmə. Bu görüş rəsmidir. Necədir? Rəsmidir. Sadədir. Həyat günü-gündən gözəlləşir. Nə edir? Güzəlləşir. Sifətdən feil düzəldib. Bugün hava çox yaxşıdır. Necədir? Yaxşıdır. Burada sadə formadadır. Xəbər. Dediklərin doğrudur. Sadədir. Bu məsələdə sən haqlısan. Haqdan, haqlı, haqlısan. Düzəltmə sifət cümlənin xəbəridir. Y variantı. Sonra 16. Hansı cümlədə sifət təyin vəzifəsindədir? Sifət təyin vəzifəsindədir. O necə də polad biləklidir. O necə də polad biləklidir.
Sifət, hansı cümlə sifət? Bu isimdir. Oğlanın üzü, əlləri qapqara, saçı isə qıvrım idi. Qıvrım idi. Nə? Saçı. Qapqara. Qapqara. Necə? Əlləri nəyi? Oğlanın üzü, əlləri. Nə? Deməli, hansı cümlədə sifət təyin vəzifəsindədir? Qapqara. Ortalığa gümüşü camlarda şərbət gətirdilər. Ortalığa gümüşü cümlədə sifət təyin vəzifəsi. Gümüş burada isimdir. Sonra döyüşçülər cəsarətlə hücuma keçdilər. Nə tərzdə? Döyüşçülər isim. Burada isim soruşuram, sifət soruşuram, mən neyimə baxıram. Aşpaz taxta qaşıq, burada isə taxta qaşıq nədir? İsimdir. Deməli, oldu nə? B variantı, təyin vəzifəsində olan sifət. Hansı cümlədə sifət təyin vəzifəsindədir? Hansı cümlədə sifət təyin vəzifəsindədir? Sifət təyin vəzifəsindədir. Məktəbli qız çox hazır cavab idi. Bu burada məktəbli qız hazır cavab idi. Necə? Xəbər vəzifəsindədir. Çox soyuq su içmək xəstəliyə səbəb ola bilər. Çox soyuq su içmək xəstəliyə səbəb ola bilər. Ola bilər, səbəb ola bilər. Nəyə? Xəstəliyə nə? Soyuq su içmək. Ədibin yeni romanı tarixi mövzuya həsr olunmuşdur. Nə? Roman. Hansı roman? Tarixdən tarixi. Təyin vəzifəsində, sifət təyin vəzifəsindədir. Ehtiyat igidin yaraşığıdır. Burada igid isimdir, isimləşib. Yamanlar yaxşını həmişə danır. Burada da sifət isimləşib. Deməli, oldu nə? 17-də C variantı. 18-də daxili təmizlik və vicdani saflıq insan üçün böyük vüqardır. Cümləsində işarələnmiş sözlərlə bağlı səhv fikri göstər. Səhv fikri göstər deyirsə, deməli, işarələnmiş sözlərlə bağlı hər iki isim düzəltmədir. Baxaq görək, vicdandan, vicdani, böyükdən, böyük. Vicdandan, vicdani. Cümləsində işarələnmiş sözlərlə bağlı səhv. Hər ikisi isimdən düzəlib. Bu feildən düzəlib. Bu isə isimdən düzəlib. Deməli, səhv olan variant 18-də A. 19. Ot kimi istiqanlı, sel tək dəliqanlıyam. Həyat qədər qədiməm, torpaq qədər şanlıyam. Nümunəsində feil, sifətlər haqqında məlumat. Sifətlər haqqında məlumat. Baxdıq, deyir ki, hamısı adi dərəcədədir. Bəli, istiqanlı, dəliqanlı, qədim, şanlı. Hamısı xəbər vəzifəsindədir. İstiqanlıyam. Burada sadəcə şəxs olunub, ixtisar olunub. Oluna bilər. İstiqanlıyam, dəliqanlıyam, qədiməm, şanlıyam. Bunlar hamısı isim xəbərdir hətta. Quruluşsa sadə, düzəltmə və mürəkkəbdir. Dəliqanlı mürəkkəbdir. İstiqanlı mürəkkəbdir. Qədim sadədir, şandan şanlı düzəltmədir. Hamısı keyfiyyət bildirir. Hamısı keyfiyyət bildirir. Bəli, istiqanlılıq olmaq, dəliqanlı olmaq, sənin qədimliyin, şanlılığın sənin keyfiyyətindir. Birinci sıradakı sifətlər sinonimdir. Baxın, istiqanlı, dəliqanlıyam. Baxın, görüm 19-da. Deyir ki, önümdə sifətlər haqqında. Birinci misradakı istiqanlı, dəliqanlı. Sifətlər sinonimdir. Qədiməm, şanlıyam. Qədiməm. Oldu Y variantı. İstiqanlı və dəliqanlı sinonim deyil, fərqli anlayışlardır. Sifət haqqında verilmişlərdən biri doğrudur. Dərəcə əlaməti M+S samitlərinin artırılması ilə formalaşan sifətlərdə vurğu sonuncu hecəyə düşür. Bu doğrudur. Yox, doğrudur, nə? Yanlışdır. Sonra çoxaltma dərəcəsində tünd sözü sifətə bitişik, düm isə defisdə yazılır. Əksinə, dümmaq bitişik yazılır, tünd isə defislə yazılır. Amma tünd xasiyyət falan olanda, onlar nədir? Tünd çay, tünd rəng, onlar defissiz yazılır, sifətin adi dərəcəsindədir.
Tünd xasiyyət bitişik yazılır. Adi dərəcəsindədir. Bu da səhvdir. Sonra kiçik körpə sözləri azaltma dərəcəsindədir. Kiçik və körpə bu səhvdir. Kiçik körpə. Sonra zorbaca çoxaltma, xırdaca isə azaltma dərəcəsi. İkisi də elə çoxaltma dərəcəsindədir. Şəhərdəki indiki tipli sifətlər sualına görə digərlərindən fərqlənir. Bəli, bunlar hər ikisi hansı sualına cavab verir. Digərləri isə necə, nə cür, hansı suala cavab verə bilərlər. Oldu nə? E variantı. Sonra sifət haqqında verilənlərdən biri səhvdir. Yağlı və yağsız sözlər antonim sifətlər deyil. Bəli. Kökləri eyni olan sözlər antonim ola bilməz. Şəkilçiləri olsun da bir-birinin antonimi. Yağlı ilə sız bir-birinə antonim şəkilçilərdir. Açıq ala sözləri ilə sifət arasında defs işarəsi qoyulur. Bəli, açıq qırmızı, ala tik, bu da doğrudur. Adi dərəcənin şəkli əlaməti yoxdur. Bu da doğrudur. Şəkli əlaməti yoxdur. Təhər və kəm sözləri sifətə bitişik yazılır. Bəli, sarı təhər, kəm şirin. Sadə sifətlərin hamısı bütün müqayisə dərəcəsində işlənə bilir. Səhvdir. Sonra oldu nə? 22. Sual işarəsinin yerinə yazılsa söz hansı cümlədir? Yerinə yazılası söz hansı cümlədədir? Mübtədadır. İsmin xüsusiyyətini daşıyır. Sifətdir, düzəltmədir. Bir baxaq görək. Deyir ki, körpələrə qayğı lazımdır. Lazımdır. Nə? Qayğı kimə? Körpələrə. Mübtəda deyil, artıq da tamamlıq. İsmin xüsusiyyətini daşımağına daşımaqdır. Sifətdir, sifətdir. Amma nə düzəltmədir, nə də mübtəda. Tamamlıqdır. Yaralılar hospitalda müalicə olunurlar. Müalicə olunurlar. Xəbər. Kim? Yaralılar. İndi baxaq görək buradakı deyilənləri ödəyirmi? Yardan yara, yaralılar. Cümlənin mübtədasıdır. Bəli. İsmin xüsusiyyətini daşıyıb. Bəli. Cəm şəkilçisini daşıyıb. Düzəltmədir. Bəli. Yardan yara, yaralı. Hətta 2 dənə düzəltmə şəkilçisi var. Sifətdir. Bəli. B variantı. Cümlələrdəki sifətlərin sintaktik vəzifəsinin ardıcıllıqla müəyyən edin. Ardıcıllıqla müəyyən edək. Onun yazdığı məktublardan bixəbər idi. Necə idi bixəbər? Xəbər. Qardaşım Arif qoçaq oğlandır. Necə oğlandır qoçaq? Təyin. Sonra balacalar bağçanın həyətində həvəslə oynayırdılar. Kim? Balacalar. Mübtəda vəzifəsində. Nə oldu? Xəbər, təyin. Xəbər, təyin, mübtəda, Y variantı. Gah sağa, gah sola üz döndərərək bizi çox çaşdırır dolaşıq yolla. Nümunəsində dolaşıq sözünü morfoloji xüsusiyyəti ilə bağlı səhv fikri göstər. Baxdıq. Dolaşıq. Dolamaqdan dolaşmaq, dolaşıq. Aha, getdik. Necə, nəcür, hansı suallarından birinə cavab verir. Dolaşıq yollar necə, nəcür, hansı yollar? Düzəltmə sözdür, bəli, 2 leksik şəkilçisi var. Feildən düzəlib, bəli, baxaq görək feildən düzəlibmi ki? Baxaq görək, dolaşmaq, bəli. Sözdə həm qrammatik, həm də leksik şəkilçisi var. Qrammatik yox, ikisi də leksik, D variantı. Nümunədəki sifətlərin təhlili ilə bağlı səhvi göstər. Deyir ki, gül üzlü çəmənlər, şehli çiçəklər. Ey həyat aşıqı, canlı ürəklər. Bizim eşqimizin hökmü gözəldir, yaşamaq şirindir, həyat gözəldir. Səməd Vurğun. Getdik. Sonuncu misradakı sifətlər ismin xüsusiyyətlərini daşıyıb. Bir baxaq görək. Yaşamaq şirindir, həyat gözəldir. Necədir? Gözəldir, necədir, şirindir. Elə sifət öz funksiyasındadır da, ismin xüsusiyyətini daşımaq üçün gərək cəm, hal, mənsubiyyət və yaxud sualını götürə. Oldu nə? A variantı. 6-da nə deyir? 26. Nümunədəki sifətlərin təhlili ilə bağlı səhv. Gül üzlü çiçəklər, şehli çiçəklər. Ey həyat aşıqı, canlı ürəklər. Bizim eşqimizin hökmü gözəldir, yaşamaq şirindir, həyat gözəldir. Deməli, nə deyir burada? Deyir, birinci misrada sadə düzəltmə sözün birləşməsinə yaranan mürəkkəb sifət var.
Gül üzdən üzlü, şeyhdən şeyhli. Mürəkkəb sifət deyirəm. Mən niyə buradan yapışdım ki? Biri gül üzlüdür, bu doğrudur. İkiyə baxaq. Birinci və ikinci misrada sifətlər ismi xüsusiyyətini daşıyıb. Burada öz funksiyasındadır. Necə? Ey həyat aşiqi, canlı ürəklər. Bu da yenə öz funksiyasındadır sifət. Oldu 27. Nümunədə sifətlərlə bağlı səhv fikri göstər. Dağların zirvəsi ağa bürünür. Yaşıl quzeylərdən duman sürünür. Qəlbimdən bu yerə yollar görünür. Gör necə qovuşur yollara yollar. Siz nə gözəlsiniz yollara yollar. Nəbil Xəzri. Fərqi göstərdiyi. Birinci və ikinci misradakı sifətlər əlamət bildirir. Birinci və ikinci. Ağa bürünüb, birinci və ikinci misra sifətlər əlamət bildirir. Baxaq görək. Dağların zirvəsi ağa bürünür. Yaşıl quzeylər, bu doğrudur. Sonra nümunədə 3 sifət var. Yaşıl. Sonra gör necə qovuşur yollar. Siz nə gözəlsiniz. Gözəlsiniz, necəsiniz? Ağ. Oldu nə? 3. Bu da doğrudur. Birinci misradakı sifət cümlənin tamamlığıdır. Baxaq görək. Nə edir? Bürünür. Nəyə bürünür? Ağa. Bu doğrudur. Birinci və beşinci misradakı sifətlər ismin xüsusiyyətlərini daşıyır. Birinci və beşinci misradakı sifətlər. Birinci və beşinci. Silək. Birinci və beşinci. Misradakı sifətlər xəbər şəkilçisi qəbul etmişdir. Bir baxam görüm. Dağların zirvəsi ağa bürünür. Burada yönlükdədir. Siz nə gözəlsiniz, yollara yollar. Burada qəbul eləyib şəxs sonluğu. İkinci şəxsin cəmri. Amma birincidə yoxdur. Y variantı səhvdir. 28-ə baxaq. Deyir, nümunədə işlənmiş sifətlərlə bağlı doğru fikir hansıdır? Dağların zirvəsi ağa bürünür. Yaşıl quzeylərdən duman sürünür. Qəlbimdən bu yerə yollar görünür. Gör necə qovuşur yollara yollar. Siz nə gözəlsiniz yollara yollar. Nəbi Xəzri. Nə deyir burada? Doğru fikirlə. Sifətlər qurulursa sadədir. Bir sifətlərə baxaq görək. Ağ, görünür şəkilçisi. Yaşıl, sadə. Qəlbimdən. Gözəlsiniz, bəli, sadədirlər. 3 dənə sifət var, 3-ü də sadədir. 29. Oldu. Nümunədəki sifətə aid səhv fikri göstər. Səfalı dağların, yaşıl bağların. Dərdlərə dəvadır, cənnət güşədir. Çağlayan çayların, buz bulaqların, gözəl təbiətdən bir nişanədir. Deməli, 3 səhvi göstər. 3 misrada sifət işlənir. Baxaq görək, səfalı, yaşıl. Bu birinci misra. Dərdlərə dəvadır, cənnət güşədir. Bu, cənnət güşə isimdir. Cənnət. Çağlayan feili sifətdir. Sifətin sualına cavab verməsinə baxmayaraq. Buz da sifətin sualına cavab verməsinə baxmayaraq. İsimdir. Gözəl təbiətdən bir nişanədir. Bu, sifətdir. Deməli, 2 misrada burada sifət qarşıma çıxdı. A variantı. Mürəkkəb sifət işlənməyib. Bəli, görürük hamısı sadədir. Sifətlərin hamısı ali dərəcədədir. Bəli, səfalı, yaşıl və gözəl. Sifətlərin heç biri ismə aid şəkilçi qəbul etməyək. Bəli, hamısı sifətdir. Özü sifətin yerindədir. Bütün sifətlər təyin vəzifəsindədir. Bəli. Necə dağlar, necə bağlar və yaxud necə təbiət. Sonra nümunədə sifətlərlə bağlı səhv fikri müəyyənləşdir. Sifətlə bağlı səhv fikri. Barış canındakı zəhərli dərdlə. İyrənmə özündən ilan balası. Bəlkə də ən acı həqiqət elə, sənsən yer üzündə ilan balası. Səhv fikri göstər deyirsə, deyir sifətlərin heç biri ismə aid şəkilçi qəbul etməyib. Baxaq görək, zəhərli dərdlə. Necə? İyrənmə özündən ilan balası. Bəlkə də ən acı, necə, həqiqət elə, sənsən yer üzündə ilan balası. Bəli, hər biri elə sifətin öz funksiyasındadır. Yəni, ismə aid xüsusiyyət daşımayıb. Mürəkkəb sifət işlənməyib. Bəli, hər ikisi sifətin biri düzəltmədir.
biri isə sadədir. Sonra sifətlərdən biri çoxaltma dərəcəsindədir. Sifətlərdən biri çoxaltma dərəcəsindədir. Bəli, ən acı. Sonra biri düzəltmə sifətdir, göstərdim, zəhərli. Bütün sifətlər təyin vəzifəsindədir. Bir baxaq görək, bütün sifətlər təyin vəzifəsindədirmi? Bir düzəltmə sifət işlənib. Bir düzəltmə sifət işlənib. Bir dənə buna baxaq təzədən. Bir düzəltmə sifət işlənib. Barış canındakı. Heç bunu görmürəm ki, canındakı hansı zəhərdən zəhərli. 2 dənə düzəltmə sifət işlənib. Oldu nə? D variantı. Bütün sifətlər təyin vəzifəsindədir. Bəli. Nümunə əsasında klasteri tamamlaya bilən fikirləri müəyyənləşdir. Mənim əziz dostum, istəkli qardaş, indi yaman artıb dərdim, azarım. Ağlaram gözlərim, tökər qanlı yaş. Şanı boşdur, bal gətirmir, az arım. Gəldik nümunədəki sifətə. Mənim əziz dostum, istəkli qardaş, istəkli. İndi yaman artıb dərdim, arzum. Yaman necə? Əslində yaman artıb nə tərz o zəhvdir. Ağlarım, gözlərim tökər qanlı yaş. Qanlı. Şanı boşdur, bal gətirmir, az arım. Deməli, getdik nümunədəki feillər. Feil nədir? Sifətlər. Sifət adi dərəcədədir, bəli. Şanlı və qanlı. Sonra isimin sualına cavab verən sifət də var. İsimin sualına cavab verən istəkli qardaş, bu səhvdir. Hamısı quruluşca düzəltmədir. Hamısı quruluşca düzəltmədir. Baxaq görək, mənim əziz qardaşım, əziz. Bir də burada var. Quruluşca deyil də, iş orasındadır ki, bu sadədir. Bu düzəltmədir, bu da düzəltmədir. İsimdən yaranan sifət var. Bəli, isimdən yaranan. Qandan, qanlı. Bu isə istəməkdən, istəkli. İsimdən yaranan, istəmək, feildən isim yaranıb istək, istəkdən də istəkli. Hər ikisi isimdən yaranmışdır. 4. Sonra bir də müstəqil cümlə üzvü kimi işlənməyən sifət də var, bəli. Xitabın tərkibində. Oldu nə? 5. Nümunədəki sifətlərlə bağlı doğru fikri müəyyən edin. Əlvan buludların şiş dağlarında qızarır yenə də günəş nar kimi. Yanır ağacların yarpaqlarında qızılı şəfəqlər bir fanar kimi. Deməli, nümunədə 3 sifət işlənmişdir. Əlvan buludların şiş dağlarında. Əlvan, şiş. Qızarır yenə də günəş nar kimi. Yanır ağacların yarpaqlarında qızıl şəfəqlər bir fənər kimi. Qızılı şəfəqlər. Bir də budur. Birini götürürük. Sonra hamısı quruluşuna görə sadədir. Əlvan, şiş, sadədir. Qızıldan qızıl isə düzəltmədir. Hamısı rəng bildirir. Şiş dağlar onun formasını göstərir. Sonra hamısı adi dərəcədədir, bəli. Hamısı isim izah edir, bəli. Əlvan bulud, şiş dağ, qızılı şəfəqlər. 1, 4, 5. Nümunədəki sifətlərlə bağlı doğru fikri müəyyənləşdir. Doğru fikri müəyyənləşdirək. Nümunədəki sifətlərlə bağlı doğru fikri. Neçə yoxuşlu, yallı, qızıl quşlu, marallı, qarğatallı. 33-də nümunədəki sifətlərlə bağlı doğru fikri göstərir. Neçə yoxuşlu, yallı, qızıl quşlu, marallı, qarağatlı, zoğallı, şamlı, qovaqlı yollar. İndi bütün misralarda düzəltmə sifət işlənmişdir. Yox, yallı, yoxuşdan, yoxuşlu, qızıl quşlu, bu mürəkkəbdir, marallı düzəltmədir, qarağatlı, zoğallı, şamlı, qovaqlı, bu doğrudur.
Sonra sifətlərdən biri feildən düzəlmişdir. Baxaq görək, yoxuş isimdən düzəlib, isimdən düzəlib, bu birisi də maral da isimdən düzəlib, qarağat da isimdən düzəlib, zoğaldan da zoğal, şamdan da şamlı, qovaqdan da qovaq, hamısı isimdən düzəlib bunlar. Sifətlər adi dərəcədədir, bəli. Bütün sifətlər həmciz təyin vəzifəsindədir. Baxaq görək, necə yoxuşlu, necə yallı, necə qızıl quşlu, necə marallı, necə qarağatlı, zoğallı, necə şamlı, qovaqlı yollar, bəli. Deməli, bunlar həmcins təyinlərdir, bəli. Ona görə də yəni bu mübtədaya bağlanır. Nə? Deməli, bunda götürürük. Qızıl quşlu və qarağatlı mürəkkəb sifətdir. Qızıl quşlu, qarağatlı sadə sözdür. Daha doğrusu düzəltmə sifətdir. Qarağat meyvəsindən, gilə meyvədən söhbət gedir. Amma qızıl quş, bəli, mürəkkəb sifətdir. Oldu 1, 3, 4. Nümunədəki sifətlərlə bağlı doğru fikri müəyyənləşdirin. Doğru fikri, getdik. Fikirləri müəyyənləşdirin. Təpədə boz kürəkli, çəməndə göy ətəkli, düşmənə daş kəsəkli, dosta maraqlı yollar. 34-də. Deməli, 3-cü misrada düzəltmə sifət işlənməmişdir. 3-cü misrada. Düşmənə daş kəsəkli, bəli, bu mürəkkəb sözdür. Mürəkkəb sözün üzərində nə qədər leksik şəkilçi artırsan da sözün quruluşunu dəyişməyə ixtiyarı yoxdur. Elə mürəkkəb olaraq qalır. O doğrudur, biri götürürük. 2-yə baxırıq. Deyir ki, 1-ci və 2-ci misrada rəng bildirən sifət işlənmişdir. 1-ci və 2-ci misrada. 1-ci və 2-ci misrada. Təpədə boz kürəkli, çəməndə göy ətəkli. Düşmənə deyək. 34-də. O da düzdür. Bunu da götürürük. Sonra sifətlər adi dərəcədədir. Bəli, buradakı sifətlərin hamısı bozdur, kürəklidir, göydür, ətəklidir, maraqlıdır. Bunlar hamısı nə olur? Oldu nə? 1, 2, 3. 35-ə baxaq. Deyir, Eylər Venn diaqramına əsasən doğru fikirləri müəyyənləşdir. Əlində körpəni oynadır qarı, göstərir uzanan dilsiz yolları. Əqidəsi olmayan ən cəsur insan da qorxağa çevrilə bilər. Gəldik, sifətlər adi və azaltma dərəcəsindədir. Sifətlər körpə və dilsiz. Deməli, sifətlər adi və azaltma dərəcəsindədir. Hər ikisi adi dərəcədədir. Bunu götürmürük. Həm sadə, həm düzəltmə sifət işlənmişdir. Həm sadə, həm də düzəltmə sifət. Bir dənə dildən dilsiz düzəltmə sifət görürəm. Sonra həm sadə, bu ismin xüsusiyyətini daşıyan isimləşib burada. Sonra tərkibində ismin xüsusiyyətini daşıyan sifət var. Bu hər ikisinə uyğundur. Baxın görün. Bəli, deyək körpəni, bir də təsir yalan şəkilçisidir. Bir də əqidəsi olmayan ən cəsur qorxağa çevrilə bilər. Qorxaqdan qorxağa. Burada da yönlü hal şəkilçisi var. Bəli, isimləşib. Sifətlər müxtəlif cümlə üzvü vəzifəsində çıxış edirlər. Sifətlər müxtəlif cümlə üzvü vəzifəsində. Məsələn, əlində körpəni oynadır qarı. Kimi körpəni, tamamlıq. Dilsiz yollar, necə yollar, təyin. Ən cəsur insan, necə insan, təyin. Qorxağa çevrilə bilər nəyə? Oldu nə? Tamamlıq. Bunu da götürürük. Sonra sifətlərdən biri keyfiyyətin normadan çox olduğunu bildirir. Budur. Ən cəsur. 5. Oldu nə? 3, 4, 5. Sonra uyğunluğu müəyyən edin. Açıq sözü yerinə görə bəzi məqamlarda məqsədli şəkildə buraxılmışdır. Gəldik 36-da. Deməli, azaltma dərəcəsini yaradır. Müstəqil cümlə üzvüdür. Feili birləşmənin aslı tərəfidir. Yallah. Başladıq. Deyir ki, açıq pəncərədən qızıl güllərin bihuşedici ətri otağa yayılır. Müstəqil şəkildə cümlə üzvüdür.
Pəncərədən nədən? Hansı pəncərədən açıq? Deməli, müstəqil şəkildə cümlənin üzvüdür. Sonra açıq bənövşəyi çiçəklər göz oxşardır. Açıq bənövşəyi burada özləri unudub verməyiblər daha doğrusu. Defisi bu açıq bənövşəyi sifətin azaltma dərəcəsini yaradır. Sonra C deyir ki, açıq saçları üzünə dağılmışdı. Nəyi? Saçları. Hansı saçları? Açıq saçları. Bu burada müstəqil şəkildə cümlə üzvüdür. Yəni birinci növ təyini söz birləşməsidir. Bunu da götürdük, verdik bura. Müstəqil şəkildə. Sərvər açıq danışmağı sevərdi. Sevərdi. Kim? Sərvər. Nəyi sevərdi? Açıq danışmağı. Məsdər tərkibidir bu, yəni feili birləşmədir. Bu da getdi bura. Çoxdan aldığı açıq şabaldı rəngli köynəyi anasına göstərdi. Açıq şabaldı yenə qəsdən pozulub, defis götürülüb orada. Bu sifətin azaltma dərəcəsidir. Oldu i. Nə oldu? 1-ə B-yi, 2-ə A-C, 3-ə D. Uyğunluğu göstərin. Baxırıq yenə 36-nı təkrardır. Sifət mübtada, 36-nı təkrar deyil, fərqlidir. Çaşdım. Sifət mübtada vəzifəsindədir. Sifət tamamlıq vəzifəsində, sifət təyin vəzifəsində. Palataya köçürülən xəstəni həkim müayinəsindən keçirdilər. Keçirdilər kimi xəstəni. Tamamlıq. Sonra incidir tənbəli, sevmir qorxağı. İncidir tənbəli, sevmir qorxağı. Dünyaya səs salıb Ağbaba dağı. İncidir. Nə edir? Tənbəli, sevmir qorxağı. Tənbəli kimi, qorxağı kimi. Bu da tamamlıq vəzifəsindədir. Getdi bura. Sonra kasıb arpa tapar, saxlamağa yer tapmaz. Kim? Kasıb. Bu da oldu mübtada vəzifəsində. Sonra bu qoca dünyanın şahidiyəm mən. Kölgəmdə dincəlir, hər gəlib gedən. Qoca dünya, necə dünya? Təyindir. Sifət burada təyin vəzifəsindədir. Dadsız şorbaya duz da kar eləməz. Necə şorbaya? Dadsız. Oldu nə? Təyin. 1-ə C, 2-yə AB, 3-ə D. Deməli, baxaq görü bitdimi? Bitdi, belə say gəlir ardınca. Deməli, belə. Baxım görüm, nəyi unutdum? Unutmamışam, yəqin ki, böyük ehtimalla hamısı buradadır. Ola bilər, izah əsnasında mexaniki səhv falan ola bilər. Nəysə unudaram, yazmaram, demərəm. Nəsə unutqanlıq olsa, siz rey bölməsində qeyd edərsiniz. Mən də əgər ola bilər, nəsə suallarınız da ola bilər, yazarsınız, cavablandırırım. Sağ olun, salamat qalın.